Qaraxanlı, Qəznəvi dövlətləri və Ərəb xilafəti üçünü birlikdə keçirik. Baxın, Qaraxanlı dövləti uşaqlar Əfrasiyab nəslindən idilər, Aşina nəslindən, yəni Türk nəslindən idilər. Özlərini, bu tayfalar, Qarluq tayfalar, özlərini Alpertunqanın varisləri hesab edirlər. Alpertunqa kimdir? O, ən qədimdə Türk hökmdarı hesab olunur. Onun varisləri hesab edirdilər. Və Qaraxanlı dövləti ümumiyyətlə 840-cı ildə Qutluq Bilge Qədirxan tərəfindən yaradılmışdı. O, dediyimiz kimi Qarluq tayfasından idi və özünü Qaraxan, Böyük xan adlandırdığı üçün dövlət də onun adından Qaraxanlı dövləti yaradılmışdı. Paytaxtları Balasabun, Qaşqar və Uzgen şəhərləri olmuşdur Qaraxanlı dövlətinin. Əsas, bunu oxuduq. Bunu örgənib. Məsələn, Qaraxanlı testdə işləyə bildik. Ya, bunları bilsək bəsdir. Bəsdir. Bunları bilsən bəsdir. Sadıq Buğranın hakimiyyət illərində 932-ci ildə İslam dinini qəbul etmişdi. Yeri gəlmişkən Qaraxanlılar İslamı qəbul edən ilk Türk tayfalarındandır və 9-cu əsrdə deyirik ki, onlar Türk dilində təsnif yazmışdılar. 932-ci ildə İslam dinini qəbul etmişdi. Sadıq Buğra 942-ci ildə isə paytaxtı Qaşqar şəhərinə köçürmüşdür. Uşaqlar, Qaraxanlı dövləti Qəznəvi dövləti ilə birlikdə 999-cu ildə, burada yazmamışam, amma əlavə olaraq yazdım. 999-cu ildə Qaraxanlı və Qəznəvi ikisi birləşərək Samaniləri sübut etdirmişdir. Samanilər. O ayrıqdır. Samanilər ayrıca bir dövlət idi Mərkəzi Asiyada. Qaraxanlı və Qəznəvi ikisi birləşib 999-da Samaniləri sübut etdirmişdilər. Qaraxanlı dövləti 1042-ci ildə iki hissəyə parçalanır. Şərqi Qaraxanlı, Qərbi Qaraxanlı. Şərqi Qaraxanlıya 12-ci əsrin əvvəllərində Qarakitaylar son qoymuşdu, Qarakitaylar. Qərbi Qaraxanlıya isə 1212-ci ildə Xarəzmşahlar dövləti son qoymuşdu. Deməli, 840-cı ildə yarandı, 1212-ci ildə, daha doğrusu 1042-ci ildə iki hissəyə bölündü. 12-ci əsrin əvvəlində, 12-ci deyildi, 13-cü əsrin. 13-cü əsrin əvvəllərində Şərqi Qaraxanlıya Qarakitaylar son qoydu, Qərbi Qaraxanlıya isə 1212-ci ildə Xarəzmşahlar dövləti son qoymuşdur. Yəni, əsas məlumatlar, əsas bunları bilsəz, yəni az test işləmək. Bizim Xarəzmi hərəkət edəcək. Xarəzmşahları Azərbaycan tarixinin adı kimi deyəcək. Azərbaycan yürüşləri, Qəznəvi dövləti uşaqlar. Baxın, o dövrdə Ərəb xilafətinin ordusunda türk sərkərdələr iştirak edirdilər. Onlar döyüşçü kimi, sərkərdə kimi, qulam kimi xidmət edirdilər. Və Ərəb xilafətinin ümumiyyətlə Mərkəzi Asiyada belə deyək, parçalanması nəticəsində, bu türk sərkərdələrin güclənməsi nəticəsində onlar hərəsi özləri yeni dövlət yaradırdılar. Bu sərkərdələrdən, qulamlardan biri də Alptəkin idi. Alptəkin 962-ci ildə deməli Qəznəvi dövlətinin əsasını qoymuşdur. Paytaxtları Qəznə və Lahor şəhərləri olmuşdur. Alptəkindən sonra hakimiyyətə 998-1030-cu illərdə Mahmud Qəznəvi gəlmişdi. Mahmud Qəznəvi Türk tarixində ilk dəfə sultan titulu qəbul etmişdi və Hindistana yürüşlər etmişdi 30 dəfəyə qədər və Hindistanın şimal-qərbini tutmuşdu. Və hakimiyyətini, Sultan Mahmud Qəznəvi hakimiyyətini İran ərazilərinə qədər yaymışdı, Həmədan, Rey kimi şəhərlərə götürmüşdü. Baxın, məhz Sultan Mahmud Qəznəvi 998-ci ildə Qaraxanlı ilə birləşərək Samanilər sübutu bırakmışdı. Samanilər ərazilərindən keçirmişdi. Qaraxanlı dövləti, Qəznəvi dövlətində Sultan Mahmuddan sonra hakimiyyətə Sultan Məsud gəlmişdi. Məsudun dövründə dövlət zəifliyi, əsas zəifləmə göstəricilərindən biri də 1040-cı il Dəndənəkən vuruşmasında Səlcuqlara məğlub olmasıdır. 1040 Dəndənəkən vuruşmasında Səlcuqlara məğlub olur, Qəznəvilər və əraziləri Səlcuqların əlinə keçirir. Daha sonra 12-ci əsrin əvvəllərində deyirik ki, Gürlü tayfaları yürüş edir, Lahoru tuturlar və Qəznəvilər dövlətinin belə paytaxtı köçürməyə məcbur qalmışdır. 1187-ci ildə isə Gürlü tayfaları yekun olaraq hücum edir, deməli, Lahor şəhərini Qəznəvilər hücum edirlər, tuturlar və beləliklə Qəznəvilər... Gürlü tayfaları Qəznəvilər hücum edirlər, Qəznəvilər tuturlar, sürüdür.
Qəznəlilər sübut. Amma o hakimiyyət neçə oldu? 962-1087-ci illərdə deməli mövcud olmalı. Ərəb xilafəti daha önəmli mövzudur. Bəli, bunlar şahsızlıqların içinə keçməyə əsarətlərdir. Bəs onlar sonra məğlub edib sadəcə. bəs torpaqlardandır. Amma özləri heç hakimiyyətdə qalır. Elmi fərq. Hindistan şimal qərbində Mənə oxşar. baxın, Qəznən dövləti Əfqanistan ərazisi. İslam hesabı oyda. Sonra gedib Hindistana qədər çıxmışdılar da. Yekunda isə məğlub edildikdən sonra ancaq Hindistanın şimal qərb hissələri əlində qalmışdı. Uşaqlar, Ərəb xilafəti, yəni Ərəb dövləti Məhəmməd Peyğəmbər tərəfindən yaradılmışdı. Məhəmməd Peyğəmbər 610-cu ildən etibarən başlayır İslam dinini təbliğ eləməyə və o dövrdə Məkkə və əsas şəhər Məkkə şəhəri idi. Orada Məkkədə əsasən bütpərəstlər var idi, xristianlar var idi, digər müxtəlif dinlərin nümayəndələri var idi və oradakı Kəbə bütlərin mərkəzi hesab olunur. Nəysə, Məhəmməd Peyğəmbər 610-cu ildə İslam dininin gəldiyini elan edir. 622-ci ildə öz tərəfdarlarla birlikdə Məkkədən Mədinə şəhərinə köçür. Bu da tarixdə hicri təqvimin başlanması deməkdir. Məkkədən Mədinəyə köçdükdən sonra hazırlaşır Məkkədəki müşriklərlə, düşmənlərlə mübarizə aparmağa. 624-cü il Bədir döyüşündə onları məğlub edir və 630-cu ildə Məkkəlilər Məhəmməd Peyğəmbərlə müqavilə bağlayırlar və təslim olurlar. Ərəb xilafəti 630-1258-ci illərdə mövcud olub. 2 il ərzində Məhəmməd Peyğəmbər idarə edir bu dövləti 630-32-ci illərdə. 632-dən 661-ci ilə qədərki dövr adlanır Rəşidi xəlifələr dövrü. Yəni Məhəmməd Peyğəmbərdən sonraki onun kürəkəni, nə bilim, qohumdan hansısa kimsə idarə edirdi. Anası, atası. O 4 dənə xəlifə var. Əbu Bəkir, Ömər, Osman, Əli. Deməli, 32-ci ildən 34-ə qədər Əbu Bəkir, 34-44 deməli Əbu Bəkir, Ömər, Ömərdən sonra 44-56 Osman və Osmandan sonra 656-dan 661-ə qədər isə Əli idarə etmişdi dövləti. Rəşid, baxın, testdə nə düşür də Ərəb xilafətindən? Daha çox düşən Rəşidi xəlifələrinin dövründə ərəblərin fəth elədiyi ərazilər, bütün Ərəbistan yarımadası, Misir, Fələstin, Suriya və Şimali Afrikada xeyli ərazilər. Sırf Rəşidi xəlifələr dövründə, yəni 632-661-ci illərdə. Ərəbistan yarımadası, Misir, Fələstin, Suriya və Şimali Afrikada xeyli ərazilər. 651-ci ildə isə Sasani dövlətini sübut etdirir Ərəb xilafəti. Bununla da, belə desə, Rəşidi xəlifələr dövrü bu qədər. 661-ci ildə xəlifə Muaviyyənin hakimiyyətə gəlməsi ilə Əməvilərin hakimiyyətləri başlayır. Əməvilər kimcət olan hakimiyyət? Sülalə kimi özləri gəlir də hakimiyyətə. Hakimiyyət ələ keçirildi. Əslində bu əmisi oğlu gəlməli idi hakimiyyətə. Əlidən sonra, nə bileyim, Hüseyin Məsai məsələlərdir. Mühafizə özləri üçün kimsə hakimiyyətə gətirir. Şimali Afrikanın işğalını, fəthini başa çatdırırlar Əməvilər. Bundan başqa Avropaya doğru irəliləməyə başlayırlar. 711-ci ildə Cəbəlli Tariqin başçılığı ilə Cəbəlli Tariq boğazları coğrafiyasında Afrikanın Avropanı birləşdirən qalmış. Deməli, boğazdan keçərək İspaniyada Vestgotları məğlub edir və İspaniya ərəblərin nəzarətinə keçirir. Daha sonra isə başlayırlar Avropanın içərilərinə doğru irəliləməyə, lakin o dövrdə Avropada Frank dövləti var idi. 732-ci il Poitiers döyüşündə Franklar ərəbləri məğlub edir. Karl Martel ərəbləri məğlub edir. Ərəblərin Avropanın içərilərinə doğru irəliləməyinin qarşısı alınır. Demək, ərəblər Avropada ancaq tuta bilirlər İspaniya, yəni Pirineyin yarımadası. 750-ci ildə hakimiyyətə Abbasilər sülaləsi gəlmişdi. Abbasilər sülaləsinin hakimiyyəti dövründə çoxlu üsyanlar baş vermişdi, keçmişdi də Xürrəmlər hərəkatı, sonra və digər müqənnə üsyanı olmuşdu, nəqlim və s. üsyanlar baş vermişdi. 751-ci ildə Talas döyüşündə ərəblər Çinliləri məğlub etmişlər Mərkəzi Asiyada və ərəblər öz hakimiyyətlərini Hindistana qədər yaymışdılar. Hindistana, Mərkəzi Asiyada da yaymışdılar.
762-ci ildə Bağdad paytaxtın Bağdada köçməsindən sonra artıq ərəb xilafəti başlayır Bağdad xilafəti adlanmağa. 1055-ci ildə Səlcuqlara tabe olmuşdular. 1258-ci ildə isə Hülakü xan tərəfindən Əməldə. Və Hülakü O hansı dövlətin başı Hülakü? Hülakülər dövləti. Hə. Mongol idi. Hülakülər. Все, если нас